Davud Peyğəmbərin hekayəsi. İsrail oğulları bir müddət doğru yolda oldular. Özlərindən öncə yaşamış babaları Musa kimi tək olan Allaha ibadət etdilər. Sonra isə onlar babaları Musa Peyğəmbərə verdikləri sözü yerinə yetirməyib Allahdan uzaqlaşdılar. Tövratdakı qayda-qanunlara əməl etmədilər. Fağıra, yetimə və kasıba acımadılar. Halbuki həm özlərinin, həm də uşaqlarının Allaha boyun əyəcəklərinə söz vermişdilər. Onlar Allahı və ona verdikləri sözü unutdular. Doğru yoldan azmış bir topluma çevrildilər. Allah da onlara buna görə cəza verdi. Bir-birinin ardınca düşmənlər göndərdi. Hər döyüşdə düşmənlər onların kəndlərini dağıdır, mallarını əllərindən alır, uşaqlarını isə öldürürdülər. Çox keçmədi ki, Allahı unudan cəmaata daha böyük bir bəla gəldi. Calut adlı çox zalım bir hökmdar onlara hücuma başladı. O, İsrail oğullarının torpaqlarını öz mülkü etmək istəyirdi. Calut Allahı tanımayan insanlara zülm edən biri idi. Özünü hər şeydən və hər kəsdən üstün bilirdi. Ağıl da məndə, mal da məndə, mülk də məndə, zənginlik də məndə, ordular da məndə, hər şey məndədir, deyirdi. Beləliklə döyüş başladı. İsrail oğulları Calutun ordusuna məğlub oldular. Onlardan bəziləri əsir düşdü, bəziləri isə kəndlərindən qaçaraq özlərinə təzə məskən axtarmağa başladılar.